Makedoniyalı İskəndərin salnaməqçisi Azərbaycan haqqında nə yazıb? İskəndər bu torpaqlarda olubmu? Həmin salnamədə Azərbaycan sözü necə yazılıb? Bütün bunlar növbəti videomuzda. Psevdo-Kalisferin 1889-cu ildə şərqşünas Ernest Bach tərəfindən nəşr olunmuş The History of Alexander the Great əsərinin Efiyop versiyasında İskəndərin şimala yürüşünə dair məlumatlar verilir. Orada deyilir, onlar da ona deyirlər ki, gördüyü dağ okeana qədər uzanır, yəni Xəzər dənizinə və yol Adorbayqana aparır. Yolla şimala gedək və onlar şimalın sərhədlərinə gəldilər və Azərbaycana varid oldular. İskəndər vəsiyyətnamələrin birində əmr edirdi. Misir üzərində Ptolemey hakim olsun və arvadım Roşnak mənim bu Babilindən Azərbaycana, Fars və Midiya ölkəsinə hökmranlıq etsin. Beləliklə Psevdo-Kalisfen ərazini Azərbaycan adlandırır və çoxlu sayda toponim və etnonimləri misal çəkir. Şabronkayı, ehtimal ki bu bizim bildiyimiz Şabran qalasıdır. Əlinnikayı, yəni Əlincə qalası. Həmin yolla gedərkən İskəndər çoxsaylı adamlar arasında El-Xıdır adlı adamla da rastlaşır. El-Xıdır türk xalqlarında adı bu gün də qorunub saxlanılmış ən məşhur mifik peyğəmbərlərdən və yaxud da övliyalardan birinin adıdır. Elmdə 100 illər ərzində Böyük İskəndərin Azərbaycanda olmaması iddia edilsə də, yuxarıda göstərilən arqumentlər həmin iddiaları yenidən gözdən keçirməyimiz üçün əsaslar verir. Kurtsiruf'a görə Makedoniyalı İskəndər Babildən sonra Satrapena ölkəsinə yollanır. Eyni məlumata Psevdo-Kalisfində də rast gəlinir. İskəndər haqqında romanın Suriya versiyasına istinad edərək Alman tarixçi və şərqşünas Josef Marquardt da yazır ki, həmin əsərdə Azərbaycan adı Adurbayqan kimi göstərilməkdədir. Gətirdiyimiz bu sitatlar Həsən Həsənovun Makedoniyalı İskəndər və Atropat əsərindəndir. Daha çox məlumat əldə etmək istəyənlər bu kitaba müraciət edə bilər.